Qatıçən, Duman, Ağsu dolaylarında avtomobillərin hərəkətində xeyli çətinlik yaradıb. Eyni vəziyyət Şamaxı-Pirqulu yolunda da hökm sürür. Hər tərəfi duman bürüdü. Avtomobillərin hərəkəti çətinləşdi. Qatı duman və sis Ağsu dolaylarında avtomobillərin hərəkətində çətinliyə səbəb olub. Bugün səhər saatlarından etibarən Ağsu dolaylarında qatı duman müşahidə olunur. Saatlar irəlilədikcə duman da çoxalır. Bu səbəbdən yollarda avtomobillər çətinliklə hərəkət edir. Əsasən bölgələrdən paytaxtda avtomobil axınının olduğu bir vaxtda yola nabələd olan sürücülər daha çox çətinlik çəkib. Yolların sürüşkən olması təhlükəni daha da artırıb. Gördüyünüz kimi dumandır. Dumanda ehtiyatlı olmaq lazımdır. Getdikcə hava soğuğa doğru gedir. Ola bilsin elə yerlər olar ki, yolda sürüşkən olar. Hər iki istiqamətdə hərəkət olduğu üçün yollarda, dolaylarda da biraz hərəkət daha çətinləşir. O baxımdan ehtiyatlı olmaqda fayda var. Şamaxı-Pirqulu yolunu da duman və sis bürüyüb. Ən çox Nağaraxana kəndindən aşağı demək olar ki, sıx duman. Yəni ondan yuxarı normaldır, getmək olur. Yəni ondan aşağı beləncinədir. Gecədən yağan qar təhlükəni daha da artırıb. Qar bir o qədər qalın olmasa da yolların buz bağlamasına səbəb olub.